Oyunla bağlı bunu deyə bilərik ki, biz bir həftədir bu oyuna hazırlaşırıq. Yəni belə deyək, məşqçinin dediyi sözlər də yəni bu idi ki, mənim üçün bu oyunlarda nəticə əsas deyil. Amma təbii ki, biz istəyərdik evdə oynayırdıq, qələbə qazanaq. Amma məşqçinin öz tapşırıqları var idi. Yəni ki, bizim oyun sistemimiz, yəni oyun stilimiz, yəni demək olar ki, tam olaraq dəyişib. Ona görə bir balaca mən deyərdim ki, oyunun əvvəlində üstünlüyümüz var idi. Biraz qol momentlərindən istifadə eləyə bilmədik. Amma belə deyək, indi yenə də məşqçilər analiz eləyəcəklər bu oyunu. Qarşıda ikinci oyun var. İnşallah ki, o oyuna da çalışacağıq ki, yəni qələbə qazanıb xalqımızı sevindirək. Rəqibin əsas üstünlüyü o idi ki, onlar siz bildiyiniz kimi onlar Avropa çempionunun aşağı etapından çıxış edirlər. Bir neçə oyun oynayıblar. Yəni deyərdim komanda yəni görsənir ki, belə deyək tonusdadır. Yəni oyunlar oynayıb gəliblər. Biz yəni uzun müddətdir ki, belə deyərdim, yəni milli olaraq yığışmırıq. Amma yəni uzun müddət nə barədə yəni deyirəm, yəni biraz fərq olub arada. Yəni ona görə indi biz onlardan bu cəhətdən ola bilər biraz aşağı görsəndik. Deməzdim aşağı görsəndik, yəni oyunun nəticəsinə bağlı onu demək istəyirəm. Bir-birini yaxşı başa düşürdülər. Yəni yenə vurğuladığım kimi bu oyunlar bizim üçün çox önəmlidir, çox xeyirlidir və inşallah yenə deyirəm qarşıda oyunlar var. Yenə ayın 24-ü Danimarka ilə oyun var. Çalışacaq oyunda yenə deyim sevindirək xalqımızı. Komandamızda potensial var, həqiqətən də potensial var o komandamızda. Sadəcə olaraq çoxlu belə oyunlar yenə deyirəm lazımdır. Yəni ki, o siz dediyiniz etapa biz artıq yaxşı formada yaxşı yanaşaq, çataq oyunlara. Mən yəni inandırım sizə ki, bir balaca vaxt lazımdır ki, biz həmin Avropa çempionatı olsun, dünya çempionatı olsun, yaxşı bir nəticə ilə gedək, yaxşı bir nəticə qazanaq. Uzun bir keçmişin nəticəsidir, belə deyək. Onda tamam fərqli futsal idi. Bugünkü gündə siz gördüyünüz kimi Skandinaviya komandaları olsun, Danimarka kimi komandalarını çox artırıblar. Yəni o vaxt belə deyək, başqa tempdə gedirdi futsal, bugün başqa tempdə gedir. Yəni çox nüanslar var, yəni deyim. Yəni bizim futsalın o illərdəki nəticələrimiz olub, qazanmışıq. Sadəcə olaraq yəni indi deyirəm çox dəyişikliyi var. Yəni UEFA-nın, FIFA-nın verdiyi qərarlar var. Yəni milli oyunçularla bağlı, milliləşdirilmiş oyunçularla bağlı tam dəyişikliklər olub. Yenə deyirəm biz belə deyək də sıfırdan deməsəm də amma yəni təzədən başlayırıq. Yəni budur çətinlik, budur.